Salam hörmətli izləyicilər, bu videomda mən sizlərə 70 il ərzində mövcud olmuş Sovet İttifaqı vaxtında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışmış şəxslərin adlarını qeyd edəcəyəm. Beləliklə getdik. 1921-1925 Semyon Mironoviç Kirov, 1925-1926 Ruhullah Axundov, 1926-1929 Levon Mirzayan, 1929-1930 Nikolay Çikalo, 1930-1933 Vladimir Polonski, 1933-1933 Ruben Rubenov, 1933-1953 Mirzəfər Bağırov, 1953-1954 Mirteymur Yaqubov, 1954-1959 İmam Mustafayev, 1959-1969 Vəli Axundov, 1969-1982 Heydər Əliyev, 1982-1988 Kamran Bağırov, 1988-1990 Əbdürrəhman Vəzirov, 1990-1991 Ayaz Mütəllibov. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.